Hər birinizi salamlayıram, hörmətli izləyicilər, əziz şagirdlər. Deməli bilirsiniz ki, bu gün, yəni 5 aprel 2026-cı ildə 9-cu siniflərin buraxılış imtahanı keçirilmişdir və mənim müəllif olduğum 9-cu sinif sınaq kitabı var və bu kitabdan bəzi suallar düşüb imtahana. Gəlin həmin sualları bir-bir baxaq görək hansılar düşüb. Təbii ki, bunların içində sadə də var, mürəkkəbi də var. Yəni əksəriyyəti sadədir. Məsələ bu deyil. Məsələ odur ki, sınağın keyfiyyətini, daha doğrusu kitabın keyfiyyətini sizin nəzərinizə çatdırmaq istəyirəm. Deməli, burada ilk olaraq bu suala diqqət yetirmənizi xahiş edirəm. Oxşarlıq mövzusunda olan bir sualdır. Yəni oxşarlığa aid olan bir sual və həmin bu sualın oxşarı buraxılış imtahanında istifadə olunub. Yəni bu sualı görürsüz. Düzdür, burada biraz bərabərlik falan var. Bu biraz yüngüldür tipidir. Amma yenə də həmin suala oxşar sualdır. Daha sonra başqa bir sual var burada. O sualın biri hansıdır? O sual deməli kub. Kub üçün fikirlər var burada kitabda. Deyir, kub üçün yazılan fikirlərdən hansı doğrudur? Burada til, üz falan. Yəni, sən bu sualı işləyəndə mütləqdir ki, sən kubun təkrar edəsən. Yəni, xassələri mütləqdir ki, təkrar edəcəksən. Və bizdə imtahanda da kubun tilinin sayını soruşulan bir sual var idi. Yəni, o sualı mən tapım. Kubun neçə tili var? Baxın. Yəni, sən bu testi işləyəndə məcbur olursan ki, bu tili təkrarlamış olursan. Daha sonra başqa bir sual var idi burada. EBOB-la bağlı bir sual. EBOB 2849 və imtahanda da həmin EBOB-a aid EBOB 2849. Baxın, EBOB 3036. Bax, EBOB 3036. Həmin sualdır. Rəqəmlər dəyişilibdir. Daha sonra deməli burada başqa bir nümunə. Bunu dedik də, bunu dedik. Daha sonra EBOB-la bağlı sual var. Kub dedik. EBOB-la bağlı sual var idi burada. Deməli, EBOB-la bağlı olan sualı dedim mən. Daha sonra burada, bu məşhur bir sual. Baxın, dairənin radiusunu 3 dəfə artırsaq, sahə neçə dəfə artar? Həmin sualın eynisi, bir dənə rəqəm dəyişilib. Bu sual. Dairənin radiusu 5 dəfə artırsa, sahəsi neçə dəfə artar? Dairənin radiusu 3 dəfə artırsaq, sahə neçə dəfə artar? Artıq şərhə ehtiyac yoxdur məncə. Daha sonra növbəti bir sual var burada. Tənliklər sisteminə aid olan bir sual idi. Baxın, tənliklər sistemi, bax bu suala baxın, y bərabərdir 2x, həll edin. Eyni tip demək olar sualdır. Yəni, birində x bərabərdir 2y, birində y bərabərdir 2x-dir. Eyni tipdə bir sualdır. Yəni, bəzi suallar oxşardır, bəzilərinin tipi oxşardır. Yəni, sualdan sualı fərqi. Təbii ki, siz görürsünüz, bu normal bir şeydir, olmalıdır da. Belə, yəni bəzi suallar var ki, oxşar düşübdür. Ona görə sınaq kitabının keyfiyyətini mən sizə göstərmək istəyirəm ki, yəni sınaq kitabını işləyən şagirdlər üçün necə bir avantaj var. Belə, uğurlar arzu edirəm hər birinizə. İnşallah növbəti zon imtahanlarında görüşərik və çalışacağım ki, həmin imtahanlarda da sizlər üçün sınaqlar hazırlayın və qeyd edim ki, 5 aprel olan imtahanda bir dənə də sual var idi. Onu mən 31 mart tarixində paylaşmışdım. Dim toplu 9-cu sinifdən götürmüşdüm. Nəsə hiss eləmişdim ki, o sual düşəcək və düşüb də bütün sosial şəbəkə hesablarına paylaşmışam. Salamat qalın, növbəti videolarda görüşərik.